qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Bu bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir. Qapıları onlar üçün açılmış ədim bağları. Onlar orada taxtlara dirsəylənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər. Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaqdır. Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır. Bəli, bu bizim verdiyimiz nemətdir. O, tükənməzdir.